Demək tətildəyəm. Amma dəqiqədə bir evə zəng edirəm ki, sevgi deyinir, sevgi deyinir. Sevgi olmayanda tətildə çox narahat oluram. Tətil kimi keçmir o mənim üçün. Bir də demək olar ki, kombinlərim üçün götürdüyüm bir neçə şeyi unutmuşam. Yəni uzun qol geyimlərdən gedir söhbət. Burada axşamlar çox sərin olur. Ona görə bir dənə buru başqada qalmışam. Normalda qəşəng oversize pencək falan ayırmışdım. Geyimlərlə geyinmək üçün. Gödəkcə. Ondan sonra həsir şlyapa ilə sumka almışdım. Onu da unutmuşam. Elə qəşəng kombinlər eləmişdim. Heç nə olmaz. İyunda sevgi ilə gedəcəm. Orada daha özəl hazırlaşacağım. Bu çünki bir anda oldu. Öncədən hazırlaşa bilməmişdim bir həftənin içində. İşdə